Salam, manikür ve pedikür günüme hoş geldiniz. Bugün birlikteyiz. Ən sevdiyim sərin içkini aldıqdan sonra isə yolumuza davam edirik. Mənim manikür və pedikür elətdirdiyim salon Targovda yerləşdiyi üçün bura gəlirəm. Bu hissəni əslində özüm üçün çəkmişdim. Sadəcə gördüm ki, günəş qəşəng vurub, dedim bunu da əlavə eləyim. Dırnaqlarım həddindən artıq çox uzanmışdı və mən bu qədər uzun istifadə edə bilmirəm. Ona görə tez bir şəkildə yeniləmək istəyirdim. Və sonunda artıq məkana gəlib çatırıq. Biraz da outfit check. Zəhmət olmasa yorumlarda kombinimi qiymətləndirin. Kombinimizi də göstərdikdən sonra yolumuza davam edirik və təzədən qayıdıb telefonu götürürəm və artıq çatırıq Razali Nails Factory-yə. İçəri bir sağ ayaqla mı girmişəm? Bəli, sağ ayaqla girmişəm. Bu mənim adətimdir. Hara gedirəmsə mütləq sağ ayaqla daxil olmalıyam içəri. Daha sonra mən əyləşirəm və pediküra başlayırıq. Sonra sağ olsunlar mənim üçün çay gətirirlər. Mən də bunu da çəkirəm. Bir dəfə də içəndə çəkirəm, çünki kontent çıxarıramsa bu hər tərəfli olmalıdır. Simple Nails yazıb Pinterest-də axtarıram qəşəng dırnaq modellər, amma sonra ingiliscəm daha güclü olduğu üçün yazıram but colorful. Fikrimi daha gözəl ifadə eləyirəm. Mən elə gəlir Pinterest-də girəndə hamı ingiliscə danışır. Şəxsən məndə də elə olur. Axtarışlarım nəticəsində bu rəngi daha çox bəyənirəm və bunu etdirmək qərarına gəlirəm. Artıq pedikürümüz bitdi və keçirik maniküra. Siz bir dənə bu rəngin gözəlliyinə baxın. Görün necə gözəl görünür. Və bu da artıq son nəticə. Həqiqətən çox bəyəndim. Tam istədiyim kimi oldu. Burada biraz pozlar verirəm dırnaqla. Bilmirəm siz eləsiz ya necə. Mən dırnaqlarımı düzəltdirdiyim gün bəlkə qaleriyamda 10-15 dənə video olur ki, hansı ki hamısı eyni cür, sadəcə əllərimi göstərirəm. Və bu günümüzdə bu qədər. Ümid edirəm ki, videomu bəyəndiniz. Hələlik sağ olun.